Salam tərəzilər, hər birinizi xoş gördük. Sizin üçün 2026-cı ilin iyun ayına baxıram. Görək bizim tərəzilərə hansı kartlar düşəcək. Və tərəzilər, hamınızın Qurban bayramınız mübarək. Kimin qurbanı varsa, Allah qəbul eləsin. Rastladığımız həmişəki kimidir. Deməli, ayın enerjisindən bir kart çıxardıram. Dekadalara, sonra sevgi gözləyənlər üçün bir kart. Problemləri olanlar üçün bir kart və məsləhət kartı. Burada tərəzilərin başı pul qazanmağa qarışacaq. 8-ci pentakli. Ruzi bərəkətiniz var. İstədiyiniz o məbləğ əlinizə gələcək. Sizin bacarınıza, hansı işdə çalışırsınızsa, həvəslə çalışdığınıza görə də ruzi bərəkətiniz artır. Hətta deyərdim ki, elə tərəzilər var ki, İnsanlar sizin bu biliyinizi, bacarınızı, işə həvəslə, canla başla yanaşdığınıza görə sizə dəyər verir, siz seçirlər. Siz sevilirsiniz bu kart ilə. Çox müsbət kartdır. Kolesnitsa ayın əvvəlində böyük arkan düşür, yol kartıdır. Yolunuz açıqdır. Hara səfəriniz var, səfərə çıxın. Uğurlu olacaq, siz istədiyiniz kimi alınacaq. Hətta deyərdim ki, ikinci kubki sevgi gözləyənlərin qarşısına hətta deyərdim ki, ailə qurmaq üçün elə insan qarşınıza çıxar ki, bu səfərdə siz qərar verərsiniz. Bir-birinizə hisslərinizi bildirib ailə qurmaq üçün artıq qərar verə bilərsiniz. Belə bir kart düşür. Bu kart ilə kimin övladı varsa, şad xəbərlər alacaqsınız övladlarınız haqqında. Bəlkə də hansısa sahədə sizi sevindirəcəklər, mükafat alacaqlar, biliklərinə, bacarıqlarına görə. Və burada dediyim kimi ailə bünövrəsinə işarədir. Bu həm də biznes qurmaq istəyənlər, ya iş təklifi gözləyənlər, müqavilə bağlayacaqsınız, sizi seçirlər, sizə dəyər verirlər. Bəlkə ona görə də sizin 8-ci pentakli düşür, get-gedə qazancınız artır, ruzi bərəkətiniz artır. Buna da işarə ola bilər. 2 nəfər, məsəl üçün rəfiqələr, 2 dost birləşib biznes aça bilərsiniz bu kart ilə. Və burada 9-cu meçi. İyun ayının sonuna mən bir karta çıxarmaq istəyirəm. Söz-söhbət kartıdır. Nəyə işarədir? Düzdür, balaca arkanda hər ehtimala qarşı nəsə söz-söhbət olub, siz onu özünüzdən ötürürsünüz. Çalışın belə etməyin. Tez bir zamanda bu söz-söhbət bağlanır, çıxır, gedir. Hətta görürsünüzmü, siz necə bunu özünüzdən ötürürsünüzsə, yuxunuz belə qaçır. Gecələr narahat olursunuz, yuxu yata bilmirsiniz. Çalışın belə etməyin tərəzilər. Və 10-cu jezli. Nə ağırlıq varsa, həyatınızda nə problem varsa, sonu da artıq çıxıb gedir. Sadəcə səbirlə gözləmək lazımdır. Hətta burada problemləriniz necə olacaq kartı belə göstərir ki, 10-cu jezli. Əslində sizin özünüzdən asılıdır. Siz özünüz balansı qoruyub saxlaya bilmirsiniz. Ona görə problemlər yaşanır. Yəqin ki, bu nə söz-söhbətsə, yenə hardasa siz balansı qoruyub saxlaya bilməmişsiniz də, onun üçün belə alınıb. Nə olursa olsun, yenə deyirəm, balaca arkandır. Cüzi söz-söhbətləri, yəni özünüzdən ötürməyin də bu qədər. İş axtaranlar üçün 6-cı pentakli. İş olacaq. Sevgi gözləyənlər üçün Luna kartı. Hisslərə işarə yoxdur. Və dediyim kimi problemləriniz necə olacaq? Siz o qədər öz üzərinizə başqalarının, öz ailənizin, hətta deyərdim ki, bəlkə də övladlarınızın, nəvələrinizin, bu da ola bilər. Yükünü özünüzə o qədər götürürsünüz ki, sizin problemləriniz bundan ibarətdir. Yəni, artıqlaması ilə özünüzü elə işlərə deyərdim ki, salmışsınız ki,
artıq çətinlik çəkirsiniz. Siz bacaracaqsınız ya yox. Bəlkə də elə tərəzilər var ki, artıq səhhətində problemlər yaşanır. Çünki balansı qoruyub saxlaya bilməmisiniz. Amma yenə də problemlərdən qurtula biləcəksiniz. Məsləhət kimi 9-cu kubki. Özünüzə də vaxt ayırın, görürsünüzmü məsləhət kimi. Öz hisslərinizə, öz arzularınıza, öz şəxsi həyatınıza da vaxt ayırın. Özünüzü də düşünün tərəzilər. Məsləhət kimi belə bir kart çıxdı. İnşallah sizin üçün iyun ayı siz deyən kimi yaşanar. Sağ olun.